xalamın oğluydu. Ona burada nə demək istəyirsən? Mən ona demək istəyirəm ki, ona təşəkkür eləyirəm öncədən və mənlə birlikdə çoxlu testlər işləmişdik. Ona görə çox sevinirəm. Səni ən çox dəstəkləyən kimlərdir? Ən çox valideynlərim məni dəstəkləyiblər. Buradan onlara nə demək istəyirsən? Mənim qarşımda çəkdilər əziyyət üçün çox təşəkkür edirəm. Yəni bu qazandığım medalda həm mənə, həm də onlara həsr edirəm. Bundan əvvəl hansı olimpiadalarda iştirak etmisən? Yadımda deyil. Qalib olmaq necə bir histir? Qəşəng. Medallarını say bilirsən? 6. 6 medal. Gümüş, qızıl, bürünc. 4 qızıl, 2 gümüş. Səni ən çox dəstəkləyən kimlərdir? Müəllimələrim, anam, atam, valideynlərim gəlir. Buradan onlara nə demək istəyirsən Ülker? Çox sağ olun məni dəstəklədiklərinizə görə. Gümüş medal 2-ci yerdir deyəsən. Uşaqlar arasında neçənci yerəm bilmirəm. Gümüş medal bəli, ikinci yerdir, düz deyirsən. Səni ən çox dəstəkləyənlər kimlər? Bütün müəllimələrim və dostlarım, bütün ailəm də məni dəstəkləyir. Onlara burada nə demək istəyirsən? Mənə inandıqları üçün çox sağ olsunlar. Necə bir hissi qalib olmaq? Qəşəng bir histir. Mən bunu çox yaşamışam. Bundan əvvəl olimpiyadalarda qalibiyyətin olub? Bəli, çox olub. Medallarını sayın bilirsən. 8 olacaq bu günləri. Bugün 8-ci medal. Bu olimpiyadada iştirak etmə səbəbim bu medallarımı çoxaltmaq istəyimdir və Lütfüzadə olimpiyadasında da bu medalların lazım olduğunu öyrənəndən sonra mən də olimpiyadalarda iştirak etməyə başladım. Səni ən çox dəstəkləyən kimlərdir? Valideynlərim. Onlara burada nə demək istəyirsən? Demək istəyirəm ki, valideynlərim çox təşəkkür edirəm mənə bu səviyyəyə çağırdığınız, gətirdiyiniz üçün. Bu səmimiyyət, bu sevinç və bu zəka Azərbaycanın gələcək simalarıdır. Bir daha sübut olundu ki, gənclərimiz üçün sərhədlər yoxdur. Medalların sayı itə bilər, amma qazanılan təcrübə və qurulan dostluqlar əbədidir. Bugün Bakıdan başlayan bu uğur dalğası sabah dünyanın ən böyük universitetlərindən eşidiləcək. Bu günləri Qlobal Olimpiya Sentri olaraq bir neçə beynəlxalq fənn yarışmaları və müsabiqələrin, eyni zamanda olimpiyadaların mükafatlandırma mərasimindəyik. Seçim turu üzrə keçirilmiş ölkə mərhələsində nailiyyət əldə etmiş şagirdlərin uğurlarını qeyd edirik və istedadlı şagirdlərin tapılması və onların üzə çıxarılması üçün əlimizdən gələn bütün işləri görürük. Biz QOK olaraq əsas məqsədimiz Azərbaycan istedadlı şagirdlərini dünyaya tanıtdırmaq və onları dünya ilə tanış etməkdir və bu missiyanı uğurla həyata keçirir. Bilirsiniz ki, süni intellekt dövrü başlayıb və bu süni intellekt dövründə Azərbaycanın AI Azərbaycan Süni İntellekt Olimpiyadası quruldu və ölkəmizi international beynəlxalq Süni İntellekt Olimpiyadasına təmsil edəcək komandalarımız həm onu təqdim edəcəyik və AI Olimpiyadının da rəsmi təqdimat mərasimi olacaq. İnanırıq ki, Azərbaycan şagirdləri ən yaxşı formada istedadlarını daim dünyaya nümayiş elətdirəcək və ölkəmizin təhsil reytingində mühüm yerlərə gəlib çıxacaqlar. Bugün GOC'nin müfakatlandırma merasimindeyіз sizlerle. ACC olarak burada olmak bizim için çok kıymetli. Biliyorsunuz ki ACC'ye dünya üzerindeki en köklü, en güçlü ve en yaygın finans kariyer programlarından biri. Ve buradaki öğrencilerin vizyonu ACC'nin vizyonuyla aslında tam uyuşuyor. Bizim tam merkezimizde. O yüzden onların bu güzel gününde onları kutlamak ve yanlarında olmak ve bilgi veriyor olmak bizim için çok kıymetli. Bugünkü tədbirimiz beynəlxalq olimpiyadaları da iştirak eləmiş, yerli raundda iştirak eləmiş şagirdlərin mükafatlanma mərasimidir. Gördüyünüz kimi də Azərbaycanın müxtəlif regionlarından, Bakıdan, Sumqayıtdan və başqa bir şəhərlərdən gələn olimpiyadaya marağı olan şagirdlərin bir neçə olimpiyadanın qazandığı medalların təltif etmə mərasimidir. Biz çox şadıq, çox xoşbəxtik ki, şagirdlərdə bu həvəs var, motivasiya var və onlara daim uğurlar arzulayırıq və bunun üçün də çalışırıq. Bu balacalar təkcə elmdə deyil, həm də səmimiyyətdə çempiondular. Təhsil bizimlə daha qlobaldır. Şüarı altında birləşən yüzlərlə şagird beynəlxalq olimpiyadalarda qazandıqları zəfəri qeyd etdilər. Söhbət Qlobal Olimpiyat Center tərəfindən keçirilən Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiyadası TIMO'nun 2026-cı il üzrə qaliblərinin mükafatlandırılmasından gedir.